Davam edirik. Efirimizi investorların diqqət mərkəzində olan əsas xəbərlə davam etmək istəyərdim. Bəli, bugün və sabah investorların diqqəti ABŞ Mərkəzi Bankının verəcəyi faiz qərarlarına yönəlib. Qeyd edim ki, FED 2024-cü ilin əvvəlindən bu yana sərt pul siyasətini davam etdirir. Faiz artımları ilə bağlı iqtisadi fəallığı yavaşlamağa hədəfləsə də inflyasiya hələ də yüksək səviyyədə qalır. Bu səbəbdən bazarlar sabahki qərarların önəmli siqnallarını gözləyirlər. Çünki bu qərar yalnız ABŞ deyil, qlobal maliyyə bazarlarına da gələcək istiqamətini müəyyən etməkdə kömək edəcək. İndi isə mövzumuzu şərh etmək üçün bizimlə canlı bağlantıda maliyyə bazarları üzrə ekspert Elnur Quliyev olacaq. Həmkarımız Elnarə Həsənova ekspertlə söhbətləşib. Elnarə, buyurun, eşidirik sizi efirdəsiz. Bəli, 2024-cü ildən bəri sərt pul siyasətini davam etdirərək inflyasiyanı cilovlamağa çalışan FED-in bu dəfəki qərarları olduqca mühümdür və bu qərarlar həm ABŞ iqtisadiyyatına, həm də dünyada qlobal iqtisadiyyatlara necə təsir edəcək? Biz bu barədə ətraflı məlumatı maliyyə bazarları üzrə ekspert Elnur Quliyevdən öyrənəcəyik. Elnur müəllim, necə düşünürsünüz? Sizcə FED-in bu dəfəki açıqlamaları nə ilə yadda qalacaq və hansı nəticələr ola bilər? Ümumiyyətlə, Federal Rezerv Sisteminin faiz qərarları Amerika daxilində inflyasiya, işsizlik və digər iqtisadi artım tənzimlənməsinə təsir edən əsas faktorlardır. Qlobal miqyasda isə pul axını və valyuta bazarına təsir edən mühüm strateji qərardır. Bu səbəbdən qlobal investorlar və mərkəzi banklar həmişə diqqətlə FED-in faiz qərarını izləyirlər və bu ümumiyyətlə böyük dünya iqtisadiyyatı üçün strateji fundamental faktordur. Necə düşünürsünüz? Mümkün senarilər bizə nə deyir? Sizcə FED faiz endirimlərinə gedə bilərmi? Bu zaman iki mühüm senari var. Faiz dərəcəsinin azaldılması ehtimalı, amma bunun müəyyən qədər olma ehtimalı çox azdır. Çünki faiz dərəcəsinin azaldılması Amerikada müəyyən iqtisadi göstəricilərin yaxşı olması ilə nəticələnməlidir. Hətta bir məsələni də qeyd edeyim ki, Prezident Donald Trump və Maliyyə Naziri dəfələrlə FED rəhbərliyini faiz dərəcəsini aşağı salması ilə bağlı təzyiqlər etmişlər. Lakin FED-in müstəqilliyi və ümumiyyətlə faiz dərəcəsi ilə bağlı hədəflərə çatması üçün qoyduğu hədəflərə nail olmaq üçün hələ də bu qərarı verməmişdir. İkinci senari odur ki, və daha çox ehtimal olunan odur ki, faiz dərəcəsi ehtimalı sabit saxlanılacaq və bu da qlobal iqtisadiyyatda Amerikanın iqtisadiyyatda sabitliyə bir işarəsidir. Bu o deməkdir ki, hələ də Amerikada müəyyən hədəflərə nail olunmayıb faiz inflyasiya dərəcəsi ilə bağlı və gələcəkdə də bu faiz dərəcəsinin endirilməsi və iqtisadi sabitliyin təminat olunması belə məqsədi daşıyır. Təşəkkür edirəm Elnur müəllim, dəyərli fikirləriniz üçün. Belə, Namiq, düşünürəm ki, ekspertin də dediyindən belə başa düşdük ki, bu qərarları izləmək olduqca vacib olar. İndi isə söz yenidən sizdədir. Təşəkkür edirik Elnarə.